dəfə saçımı kesəcəm. Yəni kəsməyə çalışacağam daha doğrusu. Bilmirəm alınacaq, alınmayacaq. Mən bu riskə gedirəm. Heç vaxtımda eləməmişəm, öz saçımı kəsməmişəm. Maksimum buralarına kimi belə yüngül var, əl vurmuşam. Arxasını yəqin ki dəyməyəcəm. Sadəcə olaraq qıraqlarını istəyirəm normal qısaldım, azaldım, bir səliqə saldım, hətta üstünə də gəzdireyim. Görək inşallah necə alınacaq. Ya Allah, nəfəsimi kəsir həsrət, görməyəndə qəlbim solur, görüncə gözlərim dolur, ruhum bədəni tərk edir. Ya Allah, sən Allah, məni biabə edirəm, millətim var. Burada bir bazı dəyişikliyi var, keçdiyi oxuyun. Getdik dayışı. Cibo bombes yeti. Mən bunu niyə eləyəm, qardaşım? Niyə mən öz işimdir də, bunu mən bazarım. Öz saçımı kesəcəm, bundan sonra özüm kesəcəm saçımı, belə baxıram. İndi gəl Əlvi buna öyrəşdi də, yəni gəl Əlvi öyrəşdi bu cür saç kəsməyə. Birinci dəfə mən nə tərəfim yaxşı. Gözlərim canım çəpləşdi belə. Estağfurullah. Belə yaxşı uşaqlar. Belə otur belə partladar videonu danışsın. Maşınka saçı qırxmır, baş özüm qırxır. Maşınka dayanıb bir yerdə başla hərəkət edirəm belə. Heç çox belə saçım olmuyor. Bir qıraqlar qısa, arxa uzun. İlk dəfədir ki, belə bir saçım. İnsan məcbur qalanda demək ki, bir şeylər elə bilirmiş yəni. Yəni belə daha yaxşı da çim. Burada hemen işlər var biraz. Normal, bu deyil, çox şey eləmirəm. Çox şey eləyəndə çox şey olur. Fikirlərinizi yazın görün, bu riski eləməyə dəyərdi sizə yoxsa yox. Mənə görə o şey dəydi, bərbərlər. Kəsmişsiniz heç saçınızı, öz saçınızı kəsmişsiniz. Olub belə bir şey.